Avropadan herkese salamlar dostlar. Mən Seyfəddin və bugünkü videomuzda sizə Polşada uşaqlar üçün yaradılmış şəraitlə sizi tanış edəcəm. Gördüyünüz kimi belə gəmi formasında gölün qırağında bir şərait düzəldiblər. Belə gəzməli, oynamalı yer. Bu formada, yəni uşaqlar üçün mənim fikrimcə maraq doğurucu bir yer düzəldiblər. Ondan sonra burada 3 dənə də hətta gəmi dizaynında olmuş gəminin yelkənlərini kimi də qoyublar. Burada yenə maraqlı uşaqlar üçün rəngarəng gəziş yerləri, sonra orada da həmçindən eynisindən var. Sonra buradan mərkəzdən belə bir maraqlı yer var ki, asan şəkildə yıxıla bilərsiniz. İrəliyə doğru gələcəm, amma bura yerləşmədiyim üçün üstdən gələcəm. Yıxılmasaq yaxşıdır. Burada gördüyünüz kimi gəminin tutaracağıdır. Bu burun hissəsidir. Bir də buranı mən sizə çöldən göstərim. Buradan necə düşə bilərik. Bu da bizim uşaqlar üçün yaradılmış gəminin çöldən görünüşü. Buradan da giriş var, buradan da səliqəli və gözəl, maraqlı dizaynda, yəni fikirləşib düzəldiblər. Uşaqlar üçün, uşaqlar burada yəni gözəl vaxt keçirə bilsinlər. Ondan sonra burada qumluq ərazidə yerlənçəklərdir. Bunu uşaqlar üçün belə bir oyun oynamalar üçün ərazi. Bu arada gölün də qırağında gözəl bir mənzərə ilə də uşaq da olmasaq belə yerlənməyə məncə dəyər. Gözəl oturmaq yerləri var. Ondan sonra orada bir yer var, çox xoşuma gəldi, onu da yaxından göstərim. Bu isə velosipedləri parkingi üçündür. Maraqlı düzəldib qoyublar. Sonra orada bir yer var. Orada gecələr məsəl üçün tonqal, yəni qalanmaq üçün yer düzəldiblər. Böyle göstərim. Sonra burada çox xoşuma gəlir. Bura plyaj kimi istifadə olunur bu hissə. Yəni burada betondan oturacaqlardır. Sarı qumdur öz yerində. Burada bizim liman kimi demək olar və olmazsa olmaz ördəklərimiz. Polşada və ümumən digər Avropa ölkələrində yəni bu tip göllərdir. Yəni çox məşhurdur. Bura yəni addım başı göldür və mən düşünürəm ki, bu gözəldir. Yəni mənzərədir, ondan sonra gördüyünüz kimi heyvanlardır, yaşayırlar, gəzirlər, evləri burada. Mənim fikrimcə yəni həftə sonu istirahət üçün çox gözəl, ideal yerlərdən biridir. Hətta balıq tutanlar da var ki, burada göllərin hamısında da balıq var. Düşünülmüş, planlı şəkildə düzəldilmiş yerdir. Səliqəli, səhmanlı, hər şeyi ilə, yəni bir sözlə planlaşdırılmış və düzəlmiş bir yerdir. Burada da nə deyir? Nəsə yazıb, amma velosipedlə girmək qadağandır. Təyin olunmuş yerdən başqa tonqal qalamaq qadağandır, yerə zibil atmaq. Əsas bu ikisi mənim xoşuma gəlir, bu iki qadağa. Uşaq meydançalarına yaxın yerlərdə spirtli içki içilməsi qəti qadağandır. Yəni bunun çox böyük cəriməsi var. Elektron və adi siqaretlərin çəkilməsi də uşaq meydançalarında qəti qadağandır. Yəni uşaqları burada düşünürlər. Yəni burada deyirlər ki, uşaq bizim gələcəyimizdir və maksimumda çalışırlar ki, uşaqlara bir ziyan dəyməsin və qoruyurlar. Bu da düşünürəm ki, çox gözəl və yaxşı şeydir, nümunəvi şeydir. Ondan sonra hər cür şərait burada yaradılıb. Yeri gəlsin uşaqlar üçün, yeri gəlsin böyüklər üçün. Qayda qanun öz yerində, hər şey öz yerində. Yəni qayda qanuna əməl eləyəndən sonra düşünürəm ki,
Yaşa getsin də, burada nə var? Ondan sonra bir boş ərazi var ki, burada da bir də həftə sonu bir dənə futbol gedər. Belə dediyim kimi buralar gölləri ilə məşhurdur. Hər yəni getdiyin bir 10 kilometrdən bir gölə rast gəlirsən. Böyüklü, kiçikli. Bu da dediyim kimi yəni mənzərə olaraq gözəl yerdir. Ondan sonra bu gölü mən bir dənə də göstərmək istəyirəm. Əsl mənzərə o tablolarda olur, bəzilərinin evlərdə və yaxud da internetdən bəzi şəkillər var ki, tablodur. Göl mənzərəsi, arxada da yaşıllıq meşə. Bir dənə də səma, bu üçü bir yerdə təbiət mənzərəsi. Ondan sonra o tərəfdə də hasar alıblar belə, orada da bir tikinti işləri gedir. Böyük ehtimalla buranın davamı olacaq. Çünki mən ara kəsmədən baxdım. Orada müəyyən qədər yəni yaşıllaşdırma, abadlaşdırma bir park formasına daha böyük, iri miqyaslı bir park formasına düzəldirlər. Yəni bitəndə də inşallah orada yenidən bir ziyarət eləyərik. Burada da bayaq gəzirdim. Bu həmin yerin afişi çıxdı qabağıma, onu da göstərim sizə. Bu formada burada park düzəltmək istəyirlər. Yəni içərisində maraqlı bir çox şey olacaq. Neopark. Bu da bunun planı. Babat deyəndə pul qoyulub bura və inanıram ki, bunun son nəticəsi də çox maraqlı olacaq. Görsəndiyindən də maraqlı və gözəl. Təkcə bura ilə bitmir. Yəni dediyim kimi bir çox yerdə insanların həyat rifahını yaxşılaşdırmaq üçün belə yerlər düzəldilir. Belə yerlər salınır ki, insanlar həftə sonu normal insan olaraq gəlib istirahət eləyə bilsin. Bu videodan da bu qədər. Özünüzdən müğayyət. Ən qısa zamanda görüşərik. Hələlik.